Səlləmin həyatını oxuyuruq. İthaful uqul bi şəmailir Rasul. Peyğəmbər sallallahu şəmaii ilə, həyatı ilə ağıllara töhfə, hədiyyə. Belə bir kitabdır. Biz yenə onun Şeyx Arafatın şərhini oxuyuruq. Amma baxsaq, misal İmam Tirmizi rahimehullahın şəmailinə götürüb oxuya bilərik. Elə deyilmi? Lakin qardaşlar, məqsəd nədir? Çünki alimlər necə ki Şeyx Abdullah Buxari buyurur, bir nurdur. Yəni onlar bizim önümüzdə olan qaranlıq, zülmət yolu aydınladırlar bizim üçün. Artıq biz bilirik ki, burada çuxur var. Buradan keçmək olmaz. Və yaxud aydınlanıb bilirik ki, bu yolla getməliyik. Baxırsan ki, şeyxlə götürməsən, şeyxə qulaq asmasan, hazır kişi danışıb da, kişilər danışıblar. Sənə düşən onlarla getməyindir. Onlara baxmaq, onlarla faydalanmaq, onların söylədiyindən nəql etməyimizdir cəmaata. Çünki Şeyx Arafat kitabın əvvəlində deyir ki, bu barədə şəmaildə yazılan zəiflərin hamısını təhqiq eləmişik, çıxartmışıq. Misal, mən tək oxusam, alimlərə geri dönüş eləməsəm, götürəcəm zəif rəvayətlərdə sizə deyəcəm. Bax, bizim sufilərdən, digər bidət əhlindən fərqimiz budur, Allah həmd olsun. Yəni, hər şeyi rəvayət eləmirik də. Vallahi elə şeylər var ki, baxırsan ki, o imanı artıran nədir, bunu danışsaq bir dənə. Misal, səmimi deyirəm, qardaşlar. Misal, dağılacaq iman. Amma, qardaşlar, yoxdur, heç bir kökü yoxdur. Uydurma şeydir. Ola, baxırsan, ona görə əvvəlsən, baxırsan, hədisə, birdən zəif olar. Ona görə yenə girirsən şeyxə, alimlərə. Çünki biz onlara etibar edirik. Onlar Rabbənin alimlərdir. Misal, Allah dünyasını dəyişənlərə rəhmət etsin. Şeyx Albani rahimehullah misal səhihləşdirib, zəifləşdirib. Misal. Görsən, yenə də təəssübkeşlik eləmirik. Tutub durmuruq misal Şeyx Albani'dən. Təəssübkeş deyilik. Baxırıq Şeyx Rabiyə, baxırıq digər alimlərə. Misal deyir ki, Şeyx Albani burada xəta edib. Dəlil də budur. Biz dəlilə tabi oluruq. Əlhəmdülillah. Bizim minhəcin, əqidən gözəlliyi budur. O, axı Şeyx Albani belə deyib, deyib də, deyib. Allah Rasulü da belə deyib. Və salam. Getdi. Əlhəmdülillah. Ona görə bu yol nassat, dəlilə tabidir. Dəlil var, qardaş, qul hətu burhanakum. Dəlilinizi gətirin. Dəlili söylə və salam. Əlhəmdülillah. Onu da bizə təqdim edən kimdir? Alimlərdir. Alimlər. Allah həmd olsun. Barakallahu fikum qardaşlar. Təşəkkür edirəm hər birinizə. Böyüklər üzrə hesab eləsin. Vaxt uzun oldusa. Barakallahu fikum.